Sabahınız xeyir izləyicilər. Deyirlər ki, əsl çempionlar zalda yox, məhz çətin anlarda formalaşır və həmin çətin anlardan uzaq çıxanlar gələcəyin çempionlarıdır. Bugün isə bizim qonağımız Rəsul Zəki, parapowerlifting üzrə Azərbaycanlı idmançıdır. Bir-birinə maraqlı qonaqları ilə seçilən qələbə əzminin bu dəfəki qonağı ağırlıq qaldırma üzrə gənclər arasında dünya çempionu Rəsul Zəkiyevdir. Bu verilişdə Rəsulu tamamilə fərqli tərəfdən tanıdıq. Salam Rəsul, əvvəlcə istəyərdim ki, sizi həm biz, həm də tamaşaçılarımız daha yaxından tanısın. Rəsul Zəkiyev kimdir? Mən milli yığmanın parapowerlifting üzrə gənc idmançısıyam. Hal-hazırda 20 yaşım var. İnşallah gələcəklə də bağlı planlarım olacaqdır bu idman növündə. Rəsul, mənə maraqlıdır ki, ümumiyyətlə parapowerliftingə gələn yolunuz necə oldu? Yəni, niyə məhz bu idmanı seçdiniz? Əslində, biraz keçmə-keçsi olub bu. 2017-ci ildə İslam Əmrəliyi oyunları olmuşdu bizim ölkədə. Həmin o oyunları izləmək üçün getmişdim. Orada Kamal müəllimi gördüm. Keçmiş Paralimpiya komitəsinin sədri idi. O mənə gördü, o təklif elədi ki, və Paralimpiya ilə məşğul ola bilərsən sən. Ondan söhbət elədi. İlk bu Paralimpiyada idman növüm əlli arabasında rəqs olmuşdu. Çox maraqlı. İlk öncə yəni bu rəqs idman növü ilə başlamışdım, əlli arabasında rəqslə. Biraz orada özümü sınadım, hardasa 2-3 ilə yaxın. İndi davam etdirirsiniz yoxsa? Xeyr, indi daha ciddi bu idman növü ilə məşğul olam deyə ona vaxt ayıra bilmirəm. Son zəngdə də o məşhur video var, bəlkə xatırlayar görənlər. Orada da rəqs eləmişdim əlli arabasında. Sonra yarışların birində əlli arabasında rəqsdə bizim ölkədə Sumqayıtda Paralimpiya kompleksində bizim müəllimimiz bizi məni görmüşdü rəqs eləyəndə. O bədənin biraz yekə olmağına görə fikirləşdi ki, cüssəli biri olduğunuza görə fikirləşdi ki, bu idman növündə də yəni özümü sınayıb uğur qazana bilər. Bəli, sınaya bilərsən özünü. Ondan sonra gəldim bu idman növünə, müəllim mənə yoxladı, mənə uyğun gördü bu idmanı, mən də bəyəndim əlbəttə idmanı, bu idman növünü özümə uyğun bildiyimə görə də o vaxtdan elə bu idman növünə məşğul oluram. Çox maraqlı olub həqiqətən. Ümumiyyətlə, Paralimpiya nə deməkdir bəs sizin üçün? Paralimpiya komitəsinin təbii ki, üzvüsüz. Yəni, para idmançı olmaq sizi digərlərindən niyə fərqləndirir və yaxud belə bir fərq varmı sizə görə? Sözün açığı mənə görə fərqi yoxdur. Çünki insan nə olursa olsun, yəni özünü fərqləndirməməlidir. Paralimpiyaçı olsa belə mənə görə fərqi yoxdur. Əksinə paralimpiyaçı olub, yəni bu idmanla, paralimpiya idmanlarıyla məşğul olmaq onun göstəricisidir ki, yəni sağlamlığı normal olan insanlardan heç də yəni geri qalmırlar. Eynən. Bəli, ona görə 50 olan şəxslərə demək istəyirəm ki, yəni heç vaxt yəni əlillikləri olduğuna görə, fiziki məhdudiyyətləri olduğuna görə pis olmamalıdırlar. Əksinə, yəni onlardan daha da güclü ola biləcəklərini göstərməlidirlər. Ümumiyyətlə, Rəsul, mən istəyirəm ki, sizin gündəlik məşq prosesinizlə tanış olaq. Əlbəttə ki, biz burada artıq məşq zalındayıq və sizin məşq prosesinizi də izləyəcəyik. Ümumiyyətlə, məşqə necə gəlirsiniz, bir gününüzü necə keçirirsiniz? Mənə o maraqlıdır. Məşqə öz maşınımızla gedib gəlirəm. Siz maşın da sürürsünüz? Bəli. Əla. Maşınla gedib gəlirəm. Həftədə 2 dəfə zalda məşq eləyirəm, öz qaldığım yerə yaxın zalda. Həftədə bir dəfə də Sumqayıta Paralimpiya kompleksinə gedirəm, orada məşq eləyirəm. Yəni, həqiqətən sizinlə danışanda tamaşaçılar bilinir ki, istənilən sahədə özünüzü sınamaqdan qorxmursunuz, tam pozitiv, nikbi şəkildə bu çox maraqlı oldu və sizin maşın sürməyinizi, idarə etməyinizi də görmək istəyərəm.
inşallah. Rəsul, ümumiyyətlə yarışlara hazırlaşarkən necə hazırlaşırsınız? Yəni yarışlara hazırlaşma prosesiniz necə keçir və mənə maraqlıdır ki, axırıncı dəfə bildiyimə görə Avropa çempionatına gəlmisiniz. Həmin yarışdan təəssüratlarınız və sair hamısını öyrənmək istəyərdik. Əslində yarışa hazırlaşana qədər bir neçə mərhələ olur, yəni bizə görə, idmançılara görə. Əlbəttə müntəzəm məşqlərimizi davam edirik ki, bədənimiz formadan düşməsin. Daha çox yarışa az müddət qalanı, yəni hardasa 2-3 ay qalmış, daha ciddi məşqlərimiz başlayır. Təlim məşq toplantıları olur tez-tez, yəni orada gedib, yəni neçə həftələrlə qalırıq, məşq edirik. Əsas çətin mərhələsi deyərdim ki, çətin mərhələlərindən biri də budur. Yəni bir müddət evdən uzaq qalırsan, yəni orada rejimdə olursan. Eynən, ailədən də uzaq qalırsan. Bəli, bu biraz çətin gəlir və adamdan adama dəyişə bilər, amma mənə görə yəni çətin gələn hissələrdən biri budur. Daha sonra çəki, yəni orada kateqoriyalar var, bəli, çəkini qaldırmaq və yaxud salmaq çətinlik çəkir biraz insan. Yəni ən çətin mənə görə budur. Bəs Avropa çempionatı necə keçmişdi axırıncı dəfə? Axırıncı dəfədə, yəni son yarışımız Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa çempionatı olmuşdu, açıq Avropa çempionatı. Bu yarışda bizim milli yığma iştirak elədi, parapowerlifting üzrə. Burada mən ikinci yerə layiq görüldüm. Həm ən yaxşı qaldırmada, həm də ümumi qaldırmada ikinci yerə layiq görüldüm. Açıq yarış olduğuna görə, açıq Avropa yarışı olduğuna görə 4 medal təqdim edildi bizə. Əla, super. Həqiqətən sizə həmişə uğurlar arzulayırıq və qalibiyyətlərinizin davamını gəlməsini istəyərik. Çox sağ olun. Rəsul, mənim özümə maraqlıdır ki, sizin xüsusi bir qida rejiminiz varmı? Yəni bu çempionatlara hazırlaşanda, hər hansı bir çəki salmada və ya çəki artırmada bu proses necə keçir? Bizim idmanda əlbəttə ki, digər idmanlar kimi çəki kateqoriyaları ilədir. Buna görə yəni bölünür, bəli. Ona görə də yəni ehtiyac olanda elə olur ki, yəni çəkini artırmalı oluruq, salmalı oluruq, yəni azaltmalı oluruq. Da yəni müəllimin nəzarəti ilə olur. Şəxsi müəllim yəni deyir ki, yəni daha dəqiq deyir, yəni nəyi yemək olar, nəyi yemək olmaz, yəni çəki düşüb qalxmamağına görə belə yəni öz bildiyimlə də, müəllimin deməyinlə də belə yəni tənzimləyirəm çəkini ki, yarışda problem olmaz. Yəni qidaya mütləq diqqət edirsiniz. Bəli, qidaya mütləq diqqət etmək lazımdır. Rəsul, parapowerliftingdə ümumiyyətlə texnika rol oynayırmı, yoxsa sadəcə qol gücü əsasdırmı? Belə deyim də, yəni əslində hər ikisi də vacib rol oynayır. Yəni kiminsə ola bilər ki, gücü olsun, amma texnikası olmasa, yəni o maksimum, yəni normal olan çəkini qaldıra bilməyəcək və yaxud da əksinə tam əksi olsa, yəni o düzgün gəlməyəcək, üst-üstə gəlməyəcək. Ona görə həm texnika, həm də güc burada vacibdir. Əlbəttə təzə-təzə gələndə ola bilər ki, kiminsə gücü olsun, yəni doğal, yəni təbii gücü olsun, amma texnikası olmasın. Yəni o texnikanı bilməsə, biraz çətinlik çəkəcək. Yəni qaldırıb eləyəndə, yəni düzgün şəkildə sinəyə toxundurub, yəni ştanqı qaldırmaq lazımdır. Yəni o düzgün şəkildə olmayanda əlbəttə ki, yəni çəkini də düzgün qaldıra bilmirsən. Yüngül çəkidə ola bilər, yəni hiss olunmasın, amma maksimal çəkilərə gələndə, yəni o texnika olmasa mümkün deyil. Texnikada yəni əsas amillər. Və sizin özünüzə məxsus hər hansı bir texnikanız varmı? Ümumiyyətlə ağırlıq qaldırmada strategiya nədən ibarət olur? Əsas, yəni deyim ki, elə texnikadır. Yəni bu idman növündə əsas olan texnika olmalıdır ki, yəni sən onu düzgün qaldırıb, yəni düzgün də qoya biləsən. Orada yəni yarışda, yəni bildiyimiz kimi qaldırıb, yəni ştanqı təzədən yəni qoymaqla deyil, orada öz qaydaları var yarışın. Gözləməlisən startını, presini, yəni hamısı o hakimin dediyinə yəni qulaq asmalısan ki, orada sonra yəni lap qaldırsan belə düzgün eləməsən sayılmayacaq. Ona görə texnikanı bilmək lazımdır. Bəs yaxşı, yadınızdadırmı? İlk dəfə neçə kiloqram qaldırmışdınız? Ümumiyyətlə, ilk dəfə ağırlıq qaldıranda nə hiss etmişdiniz? İlk dəfə əlbəttə, yəni maraqlı gəldi mənə. İlk dəfə yadıma gəlir hardasa. Neçə kiloqram idi? 20 kilo ilə başlamışdım boş griflə. Bu idman, yəni birdən-birə çox çəki qaldırma olmaz. Ümumiyyətcə, yəni texnikanın bayağı ona görə deyildim. Yəni o texnika bədənə oturmalıdır ki, yəni öyrəşməlisən ki, o ağır çəkilərə gələndə həm travma olmasın, həm zədə olmasın. Ona görə birinci texnika ilə başlayırdım ki, yəni zədələnmə ya başqa bir şey olmasın.
ilk dəfə 20 kilo ilə başlamışdım. Sonra yavaş-yavaş artırdım. 30, 40, 50 belə-belə, yəni indi maksimum çəkiyə gəlmişəm. Söhbətimizə Rəsulla açıq havada davam elədik. Bəli, tamaşaçılar, istədim ki, Rəsul bəylə söhbətimizə açıq havada davam eləyək. Bəli, Rəsul bəy, mənə maraqlıdır ki, ümumiyyətlə idmanda motivasiyanızın düşdüyü olubmu? Olubsa, onu necə bərpa etmisiniz? Əlbəttə, yəni idmanda motivasiyalı olmaq lazımdır, daim həvəsli olmaq lazımdır. Amma bəzən elə hallar olur ki, insan həvəsdən düşür, motivasiyadan düşür. Mən motivasiyanı əslində yəni ətrafımda olan, yəni dostlar, tanışlarla ya ailəmlə alıram. Onlarla birgə söhbət eləmək, bir yerdə yəni daim ünsiyyətdə olmaq motivasiya verir mənə. Bundan əlavə də yəni, ən çox motivasiya aldığım elə maşın sürməkdir. Bəli, bəli. Əziz tamaşaçılar, sizə Rəsul bəyin necə bir sürücü olduğunu, necə maşın sürdüyünü də göstərəcəm. O da mənə maraqlıdır. Elə özüm də sizlə bərabər, yəni ilk dəfə bunu təcrübə eləyəcəyik. Bundan başqa mənə maraqlıdır ki, ümumiyyətlə dediniz ki, ailəm mənə təbii ki, dəstək olur. Onların dəstəyini necə hiss edirsiniz? Məsələn, bəzi idmançılardan mən eşidirəm ki, xüsusilə anaları onlara yarışlara getməzdən əvvəl xüsusi bir məsləhət verir və yaxud xüsusi bir söz deyir ki, onlar hətta o totem kimi belə deyim istifadə edirlər. Sizdə belə bir şey varmı? Əlbəttə var. Hər yarışa getməmişdən qabaq elə ən böyük motivasiyam valideynlərimin mənə dəstəyi olur. Daimi həmişə yanımda olmaqları olur. Hər yarışa getməzdən qabaq valideynlərimin elə mənə uğurlar diləməsi, uğurlar arzulaması ən böyük motivasiyadır. Yəni uğurlarım da həmişə ən təməli başlanması oradan olur elə. Onların motivasiyasının sayəsində olur. Bəli, bəli, çox qatılıram. Ümumiyyətlə, uğur dedikdə, siz sadəcə uğurlu yarışlarınızı və yaxud uğurlu çıxışlarınızı yadda saxlayırsınız, yoxsa sizin üçün bütün çıxışlar önəmlidir? Yəni, həm də bəzən insan öz uğursuzluqlarından da dərs götürür. Sizdə belə bir şey varmı ümumiyyətlə? Yarışların hamısı əslində yadda qalan olur. Yəni, hərəsinin özünə məxsus ayrı yeri var. Amma bəzən olur ki, uğursuzluqlar da olur. Əlbəttə, insan o uğursuzluqlardan mütləq şəkildə dərs çıxartmalıdır ki, gələn dəfə o səhvləri eləməsin, daha yaxşısına nail ola bilsin. Və mənə maraqlıdır ki, ümumiyyətlə, Rəsul bəy, Azərbaycanda sizin bu idman növünün, parapowerlifting idman növünün inkişafını, bu idman növünə gələn ümumiyyətlə marağı necə dəyərləndirirsiniz? Paralimpiyada bir çox bu idman növləri var, xüsusən 50 olan şəxslər üçün. Tək parapowerlifting deyil, başqa idmanlar da var. Bir-iki idman növü yoxdur, çox idman növünün para versiyası var, para idman növləri var. Onlara qoşulub, özlərini hər idmanda sınayıb, özünə uyğun olan idmanı seçib, məşğul ola bilərlər. Bilərlər, bəli, bəli. Rəsul bəy, mənə maraqlıdır ki, ümumiyyətlə sizin dediniz ki, ailəniz, dostlarınız var, onlarla vaxt keçirirsiniz, onların hətta dəstəyi sizin üçün vacibdir. Mənə maraqlıdır ki, sizin dostlarınızdan, təbii ki, yeni tanış olduğunuz dostlarınızdan ilk dəfə sizi görəndə, öyrəndə ki, siz idmançısınız, yəni sizə qarşı münasibətləri dəyişibmi, bir baxışları dəyişibmi? Hətta belə deyim ki, məsələn, mən özümdən deyirəm, siz mənə deyəndə ki, mən eyni zamanda Suyan xanım, maşın idarə edirəm, sürücüyəm, mən məsələn, baxışım daha da qəşəng oldu. Dedim ki, möhtəşəm, yəni insan həqiqətən öz üzərində hər zaman işləməlidir, insanları yaxşı mənada təəccübləndirməlidir. Ona görə mənə maraqlıdır ki, sizin idmançı olduğunuzu bildikdə sizə qarşı baxışları necə dəyişir? Olub əlbəttə. Əvvəldən onsuz da məni tanıyanlar balaca olan vaxtında görürdülər onsuz da, hərəkətdə ordum, aktiv olurdum. Sərbəst sözümü idarə edirdim. Amma əlbəttə sonradan tanıyan olan şəxslər də olub. İlk öncə yəqin ki, biraz pasiv bir işimi görüblər məni. Sonra tanıdıqca elə biri olmadığımı görüblər. Hətta idmançı olduğumu deyəndə, ya maşın sürməyimi deyəndə, qeyri-adi bir şeylər deyəndə təəccüblənirdilər əlbəttə. Amma tanıdıqca, gördükcə
gözləri öyrəşir də, yəni görürlər ki, heç də gördükləri kimi deyil əvvəl. Bəli, yəni onların gördükləri Rəsul əslində çox şeyə qadirdir. Bu, yaxşı mənada hər birimizi, eyni zamanda tamaşaçılarımızı da təəccübləndirir. İnanıram ki, bizim verilişə baxan tamaşaçılar da deyəcək ki, Rəsul əslində çox şey eləyə bilir. Bu çox yaxşı bir haldır. Düzdür. Rəsul bəy, istəyərdim ki, bizi izləyən tamaşaçılarımızı, ümumiyyətlə sizin kimi fiziki müəyyidətli olub, nədənsə çəkinən, idmana gəlməkdən çəkinən uşaqlara, ümumiyyətlə yeniyetmələrə, gənclərə bir tövsiyə verəsiniz ki, onlar da gəlsinlər və Paralimpiya Komitəsinə bir idmançı olsunlar. Mən ümumiyyətcə, yəni 50 olan şəxslərə demək istəyərdim ki, yəni onların fiziki məhdudiyyətləri, yəni onlara əngəl olmamalıdır heç vaxt. Yəni insan əgər fərqi yoxdur, yəni 50 olan olsun, ya olmayan olsun, qarşısına bir məqsəd qoyursa, o çalışsa, ürəkdən istəsə onu, nə vaxtsa o məqsədlə nail olacaq. Ona görə də daimi, yəni onun üzərində işləməyə çalışmalıdır ki, nə vaxtsa yəni ona nail olsun. Yəni geriyə heç vaxt baxmaq lazımdır, ancaq yəni gələcəyə baxmaq, yəni məqsədlərə doğru irəliləmək lazımdır. Əla. Məqsədlərdən danışmışkən, mənə maraqlıdır ki, sizin bundan sonraki məqsədiniz, ümumiyyətlə, hansı zirvələr var ki, onları fəth etmək istəyirsiniz, idmanda təbii ki? Gələcəklə bağlı planlarım çoxdur əlbəttə, amma sırf yəni idman sahəsində soruşursunuzsa, dünya çempionu olmuşam bir dəfə. Bəli, bəli. Bir çox yarışlarda iştirak eləmişəm, amma mənə görə yəni hər bir idmançının arzusu olar ki, olimpiyadada bəli, bəli. Azərbaycanı həm təmsil etsin, həm qalib gəlsin. Bəli, olimpiya idman oyunlarında ölkəmizi təmsil eləsin və orada nail olsun, yəni birinci, ikinci, üçüncü yerə layiq görülsün. Mənim də ən böyük arzum bu olar. İnşallah Rəsul bəy, sizin də qeyd etdiyiniz kimi, mən də sizə onu arzu edirəm ki, siz də gələcəkdə Olimpiya çempionu olasınız, Paralimpiya çempionu olasınız və Azərbaycan bayrağını xarici arenalarda dalğalandırasınız. Və son olaraq mən əslində digər paralimpiyaçılarımızdan da bunu maraqlanmışam. Ümumiyyətlə, onlarla buraxılışımızı çəkəndə də mənə həmişə maraqlı olubdur ki, inşallah siz Paralimpiya çempionu olduqda bundan sonra karyeranızı yenidən davam etdirəcəksinizmi? Və yaxud ondan sonra məşqçilik fəaliyyətinə başlayacaqsınızmı? Yəni belə bir planlarınız da varmı ya yox? Əlbəttə, yəni hələ ki bu barədə dəqiq nəsə deməyim. Yəni o gələcək göstərəcək yəqin ki. Yəni gələcəkdə amma Olimpiya oyunlarında iştirakçı olandan sonra, yəni nailiyyətim olandan sonra ola bilər ki, idmanda qalım davam edeyim. Ola bilər yəni məşqçi kimi davam edeyim. Yəni o da zaman göstərəcək yəqin ki. Qəhrəmanımızın sürücülük bacarıqlarını yoxlamaq üçün elə yerindəcə onu izləmək qərarına gəldik. Bəli, tamaşaçılar, mən öyrənəndə ki, Rəsul bəy həm də sürücüdür. İstədim onun sürücülük mahiyyətini hamımız birlikdə görək. Ümumiyyətlə, Rəsul bəy, sürücülüyə nə zaman başlamışsınız? Maşına marağınız necə yarandı? Sürücülüyə əvvəldən başlamışam, yəni yaşım az olandan, yəni özüm üçün öyrənmişəm. Əsasda yəni 18 yaşım tamam olandan sonra başladım maşın sürməyə, yəni professional olaraq. Özüm öyrəndim, yəni həyətdə ya küçədə olanda, boş olanda maşını özüm tərpətdim arxaya, qabağa belə özüm üçün öyrəndim. Sonra xüsusi avadanlıqlar quraşdırdım maşına ki, yəni tam təhlükəsiz şəkildə maşını idarə edeyim və ondan sonra da belə sərbəst şəkildə idarə edirəm maşını. Ümumiyyətlə, Rəsul bəy, sizin maşın sürdüyünüzü öyrənəndə, sizin bir sürücü olduğunuzu öyrənəndə insanlar təəccüblənirmi? Hansı reaksiyalarla qarşılaşırsınız və yaxud belə deyim, sizin maşınıza güvənib minirlərmi belə? Bəli, elə yəni fiziki məhdudiyyətim olduğuna görə kənardan görsünə bilər ki, yəni bacarmaz. Yəni ilk dəfə görən adamlar da yəni təəccüblənirlər əlbəttə. Yəni eləsi heç görməyən, yəni maşın sürməyi ümumiyyətlə görməyən adam, yəni görməyənə qədər elə olub ki, yəni inanmayıb heç. Yəni deyib ki, gedək baxım, həqiqətən də yəni sür baxım, hə? Ondan sonra inanacam sən. Yəni elə şeylər də olub. Görəndən sonra yəni necə sürməyimi görüblər, ondan sonra inanıblar ki, həqiqətən də sürə bilirəm. Güvənmək də ki, yəni elə insan olur, qorxur, nə yəni tam yəni əmin olmayana qədər qorxur. Yəni eləsi də olur ki, yəni güvənir həqiqətən də görür ki, sərbəst sürürəm, yəni qorxub eləmir. Bəs yaxşı, mən sizə ən məşhur sürücülərlə bağlı sualı verim. Sizcə kişilər daha yaxşı maşın sürür yoxsa qadınlar? Əlbəttə ki, kişilər. Hə, amma nəzərə alın ki, mən də sürücüyəm. Hə, hər ikisi. Hər ikisi, hə? Bəli, tamaşaçılar, indi biz Rəsul bəyin sürücülük məharətini də görəcəyik.
Unutmayaq ki, əsl qələbə başqalarını məğlub etmək yox, öz daxili zəifliklərini hiss eləməkdir. Bugün bir daha gördük ki, güc yalnız fiziki deyil, insanın daxili iradəsindən gəlir. Görüşənədək qalib ruhla qalın.